12 yaşlı balacanı qəbristanlıqda qoyub gedən ana ilə bağlı oldu. Yəni mənim əlimdən aldılar da, mən boynumu alıram. O uşağın təhlükəli vəziyyətdə buraxılmış, aciz, köməksiz bir körpənin durumunu gördüyüm üçün mən o adamı nə edəcəyimi ağlıma indi gətirə bilmirəm. Mən nə edə bilərdim? Mənim yəni qarşımı kəsdilər. Həmin o tərk edən anaya qarşı? Bəli. Ona qarşı. Mən ən axırda da yenə də durdum ayağa ki, sən necə insansan? Yəni sən nədən yoğrulmusan ki, sən bir dəfə də olsun, bir saat ərzində bir kəlmə də olsun soruşmadın ki, uşaq necədir? Buna reaksiya verməmək, onda həqiqətən də belə çıxır ki, biz daşıq da, biz daş deyilik axı. Hisslərimiz var, emosiyalarımız var, ağlamaqlarımız var, gülməklərimiz var və bir o deyir, hirsimizi soyutmaq istədiyimiz məqamlarımız var. Amma maalesef hər dəfə bir dayanırıq da ki, yox, duraq. Mən şiddətə qarşıyam, amma bir körpənin aciz vəziyyətdə, köməksiz vəziyyətdə buraxılmasına görə mən çox şey eləyə bilərəm. Qarşıma alan işçilərdir, boynuma alır.